danışmada əsas məqsəd sabahki günümüz təqvimimizdə yer alan 27 sentyabr anım günü ilə bağlı şagirdlərimizlə söhbət aparmaq, onları vətənpərvərlik ruhunda yetişdirmək üçün addım atmaq, bu günün mahiyyəti ilə bağlı onlara məlumat verməkdir. İlk öncə bildirmək istərdim ki, bizim məktəbimizin məzunu olan və eyni zamanda hal-hazırda haqqında danışacağım 44 günlük vətən müharibəsində canından keçmiş şəhidimiz Rövlan Məmmədov 24 may 2001-ci ildə anadan olmuşdur uşağa. O öz təhsilini və sizin də bu dəqiqə təhsil aldığınız məktəb, 194 nömrəli məktəbdə başa qoymuşdur. Öz təlimi, tərbiyəsi ilə öz yoldaşları arasında seçilmiş və müəllimlərin yaddaşında çox gözəl bir iz qoymuşdur. O daha sonra rabitəçi ixtisasını gələnmişdir və peşəsi ilə bağlı elə 44 günlük vətən müharibəsində də vəzifəsini layiqincə yerinə yetirmişdir. Murov dağ istiqamətində baş verən döyüşlər zamanı torpaqlarımızın, mövqelərimizin əldə olunması üçün öz canından kesmişdir. Belə ki, o müharibə zamanı iştirak etdiyi ərazilər uğrunda canından keçdi və ölümündən sonra cəsur döyüşçü, vətən uğrunda, Kəlbəcər uğrunda, Cəbrayıl uğrunda və eyni zamanda Füzuli uğrunda döyüşlərə görə medallarla tərtib olundu. Bugünkü günümüzdə biz öz azadlığımızı, biz bugünkü günümüzü mən sizlərə borcluyum. Mən bugün sizlərə təşəkkür edirəm və şagirdlərin də adından təşəkkür edirəm və ümid edirəm ki, onlar bu tarixi, bu şanlı tarixi heç bir zaman unutmayacaqlar. 44 günlük müharibə 2020-ci ildə başladı. 44 gün ərzində baş verdi, 27 sentyabrdan ta ki, bəyanatın imzalandığı 10 noyabr tarixinə kimi. Mən istərdim ki, ilk əvvəl Azərbaycanın müstəqillik simvolu olan himnimizi səsləndirək, daha sonra isə məhz 3000-dən yaxın şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək və daha sonra tədbirimizə başlamış olaq. Allah rəhmət etsin. Konstitusiya və suverenlik il olduğu haqqında danışdıq və danışmışdıq ki, bildirmişdik ki, məhz bu tarix bizi suverenliyi qazandırdı. Məhz bunun nəticəsində Azərbaycan təkcə daxili deyil, xarici arenada öz müstəqilliyini, yəni heç bir dövlətdən, heç bir kəsin asılı olmadan öz sözünü deməyə bacardı. Belə ki, 30
baş verir. Məhz 27 sentyabr 2020-ci ildə yenidən onların yenidən cavab atəşi layiqincə və necə lazımdırsa yerinə yetirilərək susduruldu. 44 gün davam edən bu müddət ərzində Azərbaycanın 30 il ərzində Ermənistanın tapdağı altında qalan Qarabağ torpaqları geri qaytarıldı. Strateji cəhətdən bizlər üçün əhəmiyyətli olan ərazilər geri qaytarıldı. Belə ki, sentyabrın sonu, oktyabrın əvvəlindən etibarən Cəbrayıl, Füzuli və eyni zamanda Zəngilan istiqamətində bir çox kəndlərimiz, rayonlarımız, şəhərlərimiz geri qaytarıldı. Hadrut kimi əsas strateji əhəmiyyətə, su qovuşan kimi strateji əhəmiyyətə malik olan ərazilərimiz geri qaytarıldı. Hətta 4 oktyabrda Cəbrayılın işğaldan azad olunması xəbəri prezident tərəfindən açıqlananda sanki nə qədər şəhidlər haqqında gələn xəbərlər bizi məyus etsə də, xalqımız buna elə bir coşquyla, elə bir bayramla qarşıladı ki, bu daha da insanların biraz da vətənpərvərlik ruhunu sanki yüksəltdi. Bizim oğullarımız könüllü şəkildə gedib ön cəbhədə olmaq istəyirdilər. Hətta xanımlarımız belə tibb təhsildə olanlar onlara kömək olmağa çalışırdılar. Xalqımız əlindən gələn köməyi insanlardan, əsgərlərimizdən əsirgəmirdilər. Xəstəxanalar, məscidlər, demək olar ki, insanlar 7-24 günün bütün saatlarında hər bir dəstək üçün hazır idilər. Sonra artıq noyabr ayında, noyabrın 8-i Şuşanın fəth olunması ümumiyyətlə demək olar ki, artıq düşmənin başını əzmək deməkdir. Biri var silahlarla, biri var ki, uşaqlar qol gücünə, əsgərlərimiz vuruşaraq Qarabağın incisi olan Cıdır düzünə qalxdılar. Həmin əraziyə qalxmaq, həmin yüksəkliyə qalxmaq demək olar ki, hələ insanların işi deyildi. Və onu bizim oğlanlar bacardı. Təbii ki, öz canları, qanları hesabına bacardılar. Bu kimi yüksəkliklərdən biri məhz Murov dağı idi ki, elə bayaq danışanda bildirdiyimiz, haqqında danışdığımız şəhidimiz də həmin ərazidə şəhid olmuşdu. Həmin ərazinin uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Və uşaqların arasında bizim bəzi ərazilərimiz, məsələn, Kəlbəcər olsun, Ağdam olsun, Laçın olsun, döyüşlərə məruz qalmadan bəyanat nəticəsində geri qaytarılmış oldu. Bu müddət ərzində düşmən tərəfi böyük itkilər verdi, amma heç bizim ərazidə də az itki olmadı uşaqlar. Son statistik nəticələrə görə 2907 şəhidimiz oldu. Hansı ki, həmin müddətdə bilinənlər də var idi, torpaqlar əldə olunandan sonra, antiterror əməliyyatından sonra axtarılıb tapılan şəhidlərimiz də var idi. Bugün qazilər deyirik. O, həmin dövrdə məhz yaralanan, sağlamlığının müəyyən qədərini itirmiş oğullarımızdır, həmin şəxslərdir. Onların haqqında nə qədər danışsaq bitməz. Həmişə deyirlər ki, qəhrəmanlar sanki bir dastana dönüblər. Çünki dildən dilə onların bu şücaəti danışılır və həmişə də danışılacaq. Necə ki, keçmişdə Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm haqqında danışırıq. Təbii ki, bu oğullarımız haqqında da 100 ildə, 1000 ildə keçsə, beləcə danışıb onların bu şücaətini bir dastana çevirəcək. Bəs daha bir şəhidimiz, daha bir məğrur oğlumuz da var. Dastan deyəndə birinci o yada düşür. Xudayar Yusifzadə. Yadınızdadırsa, uşaqlar o şəhid olmadan öncə bir musiqi ifa etmişdi və insanların könlünü oxşamışdı. Həmin müddətdə insanlara çox gözəl bir təəssürat yaratmışdı. Və sonra o şəhid olduqdan sonra bizim musiqi sahəsində olan insanlar bildirdilər ki, həmin musiqi məhz onun adı ilə nə adlansın? Xudayar təsnifi, Xudayar dastanı adlandırılsın və şəhid övladları sonraki dövrdə Cıdır düzündə bu mahnını ifa etmişdilər. Mən istərdim ki, bu ildə siz o mahnını ifa edirsiniz. Evet, ortak
oktyabr 2020-ci il Ağdam rayonu Qəvən kəndində gedən döyüşlərdə Abbasov Müşfiq Qadiroğlu qəhrəmancasına şəhid oldu. Ağdam rayonunda Şəhidlər Xiyabanında dəfn edildi. Çox sağ olasın, təşəkkür ederim. Əfşan. Şəhid Çilincan Abbasov Hüseyin Müşfiqoğlu 20 may 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul edilmişdir. 2017-ci ildə həmin məktəbi 11-ci sinifini bitirmişdir. 2017-2020-ci il tarixlərdə Azərbaycan Heydər Əliyev adına Ali Hərbi Məktəbində hərbi təhsil almışdır. 4-cü kursda oxuyarkən vaxtından əvvəl kiçik leytenant rütbəsi almışdır. 2020-ci ildə Ensali hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman orada hərbi iştirak etmişdir. Şəhid 2020-ci ildə Şuşa şəhər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Göygöl şəhərində Şəhidlər Xiyabanına dəfn edilmişdir. Ölkə prezidentinin müvafiq sərəncamlarına əsasən Vətən uğrunda təşrif döyüşçülər uşağın azad olunmasına görə medallar ilə tərtib edilir. Aylin. Aydın Mustafaoğlu Əhmədi. Aydın Mustafaoğlu 2002-ci ilin martın 12-sində anadan olmuşdur. O öz təhsilini Şəkidə 1-ci sinifi bitirmişdir. O 11-ci sinifi bitirdikdən sonra o həqiqi hərbi xidmətə çağırıldı. O çağırıldığından bir müddət sonra ailəsi ilə Bakıya köçdü. Bakıya köçdüyündən 44 günlük müharibədə, Qarabağda 44 günlük müharibədə Füzuli kəndini azad edərkən şəhid olmuşdur. Çox sağ olasın. İslam. Məhməti Saman Səlimoğlu. Səlim Məhməti 1997-ci il sentyabrın 14-ü Tərtər rayonunda anadan olmuşdur. Azərbaycan ordusu qeydiyyat olunan Səlim Məhməti 2000-ci il sentyabrın 12-sində Azərbaycan Silahlı Qüvvələr tərəfindən Ermənistan işğal altında olan əraziləri bütövlüyü müharibəsi zamanı uğrunda vuruşmuşdur. Orada Sənan Məhməti də var idi. Oktyabr 19-u Füzuli döyüşlərində şəhid olmuşdur. Tərtər rayonu Qattağlı kəndində dəfn olmuşdur. Zeynəb. Şəhid Elçin Həsənli Qaşamoğlu 6 iyun 1998-ci ildə anadan olmuşdur. 2005-ci ildə məktəbin 1-ci sinifinə qəbul edilmişdir. 2016-cı ildə isə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Eyni sayılı hərbi hissədə həddindən artıq çox hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Prezidentin müvafiq sərəncamlarına əsasən qızıl medallar tərtib edilmişdir. Çox sağ olasın, təşəkkür ederim. Uşaqlar, qəhrəmanlıqlar təkcə xalqımızın ruhunda öz əksini tapmalı. Eyni zamanda bizim yazıcılarımız, şairlərimiz, bəstəkarlarımız, onlar da öz yaradıcılıqlarında, əsərlərində məhz bunların hamısını əks etdirirlər. Mən istərdim ki, indi Azərbaycanın hamısını səsləndirək və Zəhra bayrağımızı çox gözəl bir formada bizim üçün təqdim etsin. Buyurun Zəhra. Azərbaycan
30 il gözləmişdik bu tarihi bu anı. Dəmir yumruq düşmənə öz yerini göstərdi. 44 günlük döyüşlər tarixə bir zəfərdir. İslam, Ruslar kimdir? Zəhra. Vatandaşı, hal benim vətəndaşı, ömür gün can sırdaşı, bir avucun bir ocağı, Azərbaycandır Qarabağ. Tanıyır boyumuzdan, elimizdən soyumuzdan, su içəri öz boyumuzdan, bir gövdə, bir budaq, Azərbaycandır Qarabağ. Hasta basın o torpağa, orada şəhid nəfəsi var, qan qarılmışım hazırda, sönmüş şəhid həvəsi var. Qurban olun yavaş gəlsin, o dağlarda, o daşlarda, qara şalı bir ananın, dağlar boyda yarasın. Məryəm. Qarabağı işğaldan azad etdikdə, heç zaman unutmarıq, tarix yazdı şəhiddə. 44 gündə düşməni qəhrəmanlar çəkiddə, 30 ayrı qalır, həsrət bitdi Qarabağ. Arzu. Vətən müharibəsində biz qələbə qazandıq. Bu gün anım günüdür, qəhrəmanları andıq. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Bizə zəfər yaşatdı. İgid oğullarımız, hər birinə anırıq, minnətdarıq hamımız. Dəmir yumruq düşmənə, müəffir başında əzdir. Düşmənlər Qarabağda daim qala bilməzdir. Yaşa vətən çox yaşa, yaraşır zəfər sənə. Alqış min kərə alqış, zəfəri bəxş edənə. Bildirmək istərdim ki, uşaqlar bütün sahələr üzrə, bütün peşələr üzrə həmin döyüşdə iştirak edən şəxslər oldu. Bir müəllim kimi mən də demək istərdim ki, həmin 44 günlük zəfər müharibəsində 760 təhsil işçisi də həmin sıralarda məhz öz qəhrəmanlıqlarını göstərmişdi ki, sizin danışdığınız şəhidlər arasında olanlar da vardır ki, onlar ixtisaslı müəllim idilər. Hansı ki, məhz 3000 şəhidimizin arasında 20 nəfəri idman müəllimi, tarix müəllimi, Azərbaycan dili ədəbiyyat müəllimi və bir sıra ixtisaslar üzrə çalışan şəxslər idi. Gələcəkdə ümid edirəm ki, siz də elə bir şəxslər, elə bir şəxsiyyətlər olacaqsınız ki, biz inşallah bundan sonra artıq müharibə olmasın, biz sizləri qazilər, şəhidlər kimi görmək istəyirik. Biz sizləri dünya arenasında vətəni tanıdan şəxsiyyətlər kimi, gənc vətəndaşlar kimi görmək istəyirik. İndi bir ümumiləşdirib sual vermək istəyirəm. Rəfai, bəlkə sən cavab verəsən olur. Ne görüm şəhidlər bizə nə öyrətdi? Şəhidlər adlı. Şəhidlər Vətən yolunda canımızdan keçmə, vətən hər birimizin anamızdır. Şəhidlər bugün olmasaydı, biz ayaq üstə bu günləri olmazdı. əlbəttə ki, əgər şəhidlərimiz Azərbaycanın bütövlüyünü, həmin müharibəni aradan qaldırmasaydılar, dünya ölkələrində olduğu kimi, başqa ölkələrdə olduğu kimi biz də müharibə şəraitində yaşayardıq. Nə bilmək olar, bəlkə heç müharibə daha da irəliləyərdi, bəlkə nəinki Qarabağ, elə bugün biz Bakında düşmən tapdağı altında görə bilərdik, düzdür. Məhz oğulların sayəsində biz borcluyuq ki, bu gün artıq firavan yaşayırıq. Hüseyin dedik, biz nə etməliyik? Oxuyub savadlı olmalıyıq. Gələcəkdə arzu, məsələn, kim olmaq istəyərsən? Müəllim, həkim. Çoxlu müxtəlif şəxslər olaraq, onlardan lazım gələrsə, Vəzifəmizi yerinə yetirək. Təşəkkür edirəm uşaqlar hər birinizə ki, bu gün siz də bacardığınız qədər öhdəsindən gəlməyə çalışdınız, məlumatlar öyrənib bizlərə çatdırmağa çalışdınız. İndi siz istəyirəm Elnarə müəllimə. Siz də bizim şəhidi, bizim qürurlarımızın valideyni, Qarabağ müharibəsi iştirakçısı, 1-ci Qarabağ müharibəsi iştirakçısı, Vətən müharibəsi iştirakçısı Qurban Məmmədov və onun əzizi, yaxını, birisi Arzu xanımdır. Sizin hər birinizin adından qonaqlarınıza xoş gəlmisiniz deyirik. Bugün də bizi ziyarət etdikləri üçün, bugün də bizim şagirdlərimizə örnək olmaq üçün, nümunə olmaq üçün burada olduqlarına görə hər birinə təşəkkür edirik. Gəlin, qonaqlarımızı neyniyək, alqışlayaq, onlara xoş gəlmisiniz. Baxın, vaxt var idi, sizin bu əyləşdiyiniz partalarda bizim rövlarımız əyləşirdi, bizim xudayarlarımız əyləşirdi, bizim Səbuhilərimiz, Əhmədlərimiz əyləşirdi. Hər bir vətənpərvərlik,
fizik olmaq, kimyaçı olmaq, mühəndis olmaq, hüquqşünas olmaq hər biri bu oturduğumuz partiyalardan başlayır. Allah Taala heç bir zaman bizə müharibə göstərməsin. Bizim ölkəmiz daha qazi istəmir, bizim ölkəmiz şəhid istəmir. Lakin biz şəhidlərimizi unutmamalıyıq. Onlar bizə Ali Baş Komandanın rəhbərliyi altında tarix yazdılar. Onlar qanlarından keçdilər, onlar canlarından keçdilər, onlar analarının deyil, vətənə ana dedilər, vətəni sevdilər. Bizim Rövlanımız anası Solmaz xanıma ana demədi, vətəninə ana dedi. Xudayarımız anasına ana demədi, vətəninə ana dedi. Vətəni qorudu, vətəni sevdi, sizləri sevdi, bizləri qorudu. Ona görə ki, bugün biz Qarabağla Azərbaycanda rahat yaşayaq. Bəli, müəlliməniz vurğuladı, siz gözəl məlumatlar əldə eləmişdiniz. Şəhidlərimiz haqqında, vətənimiz haqqında. Əgər Ali Baş Komandamızın ağıllı siyasəti olmasaydı, bəlkə də ermənilər Bakıya qədər gəlib çata bilərdilər. Lakin bizim tarix yazan, çox ağıllı, ulu öndərimizin Azərbaycan xalqına hədiyyəsi olan İlham Əliyev cənabları kimi prezidentimiz var, Ali Baş Komandanımız var, ağıllı siyasəti var. Ağıllı daxili siyasəti var, xarici siyasəti var. Onun sayəsində bugün biz Qarabağlı Azərbaycandayıq. Və İlham Əliyevin o hansı ki 27 sentyabrda xalqa müraciət elədi. Əli silah tuta bilən, əli silah tuta bilməyən xanımlar, bəylər, uşaqlar hər biri prezidentimizin arxasında, Ali Baş Komandanın arxasında dəmir yumruq kimi birləşdilər. Bizim Rövlanımız, bizim Xudayarımız, bizim 3000-ə yaxın şəhidimiz həmin dəmir yumruğun barmaqlarından, hissələrindən biri oldular. Bugün bizim burada azad oturmağımız için, dərs oxumağımız için, elm öyrənməyimiz için, azad, güneşli, işıqlı Azərbaycan üçün canlarından keçdilər. Bunun üçün əziz balalar, hər zaman Müzəffər Ali Baş Komandanımıza, Müzəffər ordumuza və şəhidlərimizin bizə yadigarı olan valideynlərinə borcluyuq. Bunu unutmayaq. Unutmayacaq ki. Bunun üçün biz nə edə bilərik? Biz yaxşı oxumalıyıq. Biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Biz müəllimlərimizin, biz dövlətimizin zəhmətini itirməməliyik. Baxın, bu cür yumruq hərəkatı işə düşdü. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər ordumuz irəli getdi. Həmin gün prezidentimizin səsləndirdiyi bir şuar bütün dillərdə əzbər oldu. O hansı söz idi? Qarabağ Azərbaycandır. Bəli, Qarabağ Azərbaycandır. Qarabağ bizimdir, Azərbaycan bizimdir. Siz də bizlərinsiniz.